22 fevral 2022-ci il səhər saat 5:30-da Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziyada çıxış edərək Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatının başlandığını elan etdi. Bununla da Rusiyanın Ukraynaya tam miqyaslı müharibəsi başladı. Çıxışında Putin Rusiyanın əsas məqsədləri arasında Ukraynanın tam demilitarizasiyası və denasifikasiyasının olduğunu söylədi. Мы будем стремиться к демилитаризации и денацификации Украины. O zaman elə indi də çoxu bu terminlərin Putin tərəfindən uydurulduğunu düşünür. Amma bu yanlış fikirdir. 20-ci əsrdə artıq bir Avropa ölkəsi demilitarizasiya və denasifikasiyaya uğradılıb. Söhbət əlbəttə ki, Almaniyadan gedir. 8 may 1945-ci ildə Berlinin işğalı və Hitlerin intiharı ilə Almaniya 2-ci Dünya müharibəsində məğlub oldu. Ortada isə yerlə yeksan olunmuş Avropa və nasist ideologiyası ilə yüklənmiş milyonlarla insan qaldı. Almaniya qalib gəlmiş müttəfiq ölkələr tərəfindən 4 işğal zonasına bölündü. Müvafiq olaraq ABŞ, SSR, İngiltərə və Fransa zonaları. Bundan sonra Almaniyanın tərk silahı, demilitarizasiya və denasifikasiya başladı. Tərk silah texniki məsələ olduğu üçün çox asan həll olundu. Denasifikasiya isə çox uzun zaman aldı və hələ indiyə qədər də davam edir. 1949-cu ildə Amerika, İngiltərə və Fransa öz qüvvələrini Almaniyadan çıxardılar və Almaniyanın birləşməsi təşəbbüsünü irəli sürdülər. Onlar SSR-nin də eyni addımı atacağını düşünürdülər. Amma Stalin Almaniyadan çıxmaq istəmədi və bununla da Almaniya qərbi işğal zonasının birləşməsindən ibarət olan Almaniya Federativ Respublikasına və SSR zonasında qalan Almaniya Demokratik Respublikasına parçalandı. 41 il ərzində AFR liberal demokratik Avropa istiqamətində, ADR isə sosialist avtoritar ideologiyasında inkişaf etdi. Denasifikasiya isə hər iki tərəfdə davam edirdi. Onun ilk mərhələsi məşhur Nürnberg prosesləri idi. Almaniyanın Nürnberg şəhərində müharibədən həmən sonra qurulmuş beynəlxalq məhkəmədə ələ keçmiş 3-cü Reyx liderlərinə qarşı əsasən ölüm hökmləri çıxarılırdı. Amma Almanların özləri Nürnberg prosesini qalib ölkənin məğlub üzərində hegemoniyası kimi qəbul edirdilər. Müqavimət göstərə bilmirdilər, amma qəlblərində də barışmırdılar olanlarla. Xarici qüvvələrin Almaniyadan çıxması ilə iki Almaniya özünün post-müharibə dövlət quruculuğuna başladı. Qərbi Almaniya ADR-dən fərqli olaraq Amerikanın təklif etdiyi Marshall dəstək planını qəbul etdi. Bundan sonra isə ölkədə artıq qərbi almanların özlərinin təşəbbüsü ilə yerli məhkəmələr quruldu. Bu məhkəmələrdə müharibə zamanı nasist rejiminə xidmət edən insanlar kateqoriyalara bölünürdü. Əksəriyyət sadəcə məcburiyyətdən rejimə xidmət edən kateqoriyasına aid edilsə də, rejimə cani könüldən xidmət edənlər və hərbi cinayətlər törədənlər də az çıxarılmırdı hakim qarşısına. Amma bu məhkəmələrdə çıxarılan qərarlar daha yumşaq idi. İnsanları sadəcə dövlət işindən kənarlaşdırır, nadir hallarda həbs edirdilər. Məqsəd cəza vermək deyildi. Günahı təsbit etmək və bir növ mənəvi təmizlənmək idi. Ən əsası isə bunu almanların özlərinin etməsi idi. Qərbi Almaniyada denasifikasiya prosesinin 3-cü mərhələsi müharibədən sonra doğulmuş uşaqların həddi buluq yaşına çatması dönəminə, yəni 1960-cı illərə təsadüf edir. Bu dövr əsasən sol yönümlü tələbə hərəkatları və hətta ifrat solçu terror qruplarının müxtəlif aqressiv aksiyaları ilə müşahidə olunurdu. Maraqlananlar Google-da Baader-Meinhof və RAF yazsınlar. Bununla bağlı çoxlu maraqlı filmlər də çəkilib. Paralel olaraq bütün Avropada inkişaf edən hippie hərəkatı da Almaniyanın denasifikasiyasına xidmət edirdi. ADR isə bu müddət ərzində dəmir pərdənin o biri tərəfində bütün bu proseslərdən təcrid vəziyyətdə yaşayırdı. Orada denasifikasiya prosesi partiyanın əmri ilə yuxarıdan diktə edilirdi. Partiya isə elan etmişdi ki, ADR-də artıq nasist qalmayıb. Biz bütün nasistləri müharibədən sonra cəzalandırmışıq, qalan nasistlər isə Qərbi Almaniyadadır. Beləliklə, Qərbdə mərhələli şəkildə təbii və tarixi axına harmonik gedən denasifikasiya prosesi qapalı rejimli Şərqi Almaniyada getmədi. 1990-cı ildə AFR ilə ADR arasında imzalanan müqavilə əsasında Şərqi Almaniya Almaniya Federativ Respublikasının tərkibinə qatıldı. O gündən artıq vahid Almaniyada hər kəs 40 il parçalanma müddətində xalqın içində yaranmış ideoloji fərqin aradan qaldırılması üçün xüsusi vergi ödəyir. Solidaritet suçlaq və ya xalq arasında buna zoli deyirlər. Amma hələ də bu fərq aradan qalxmayıb. Millətçi şüarlarla seçkilərə gedən ultrasağçı Almaniya üçün alternativ, yəni AfD partiyası isə ənənəvi olaraq bilirsiniz Almaniyanın hansı hissəsində ən çox səs toplayır? Bəli, keçmiş
Almaniya Demokratik Respublikasının torpaqlarında.